Salam hörmətli YouTube və TikTok izləyiciləri, sabahınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli daşqın inşaata çox yaxın bir ərazidə təcili olaraq bax qarşıda gördüyünüz bir zal 3 otaq əla və keyfiyyətli təmir olunmuş bax belə bir deməli həyət evdə demək olar, mənzildə demək olar. Hal-hazırda mən sizə qapıdan giriş hissəsini göstərirəm. Bax qapısı dəmirdir. Onu da deyim ki, qapıdan təxminən bir 3-4 metr məsafədə navesi var. Çox deməli əla və keyfiyyətli təmir olunub. Bu sözü dedim. İndi bu ev haqqında sizə yenidən bir balaca məlumat verirəm. Hal-hazırda siz deməli hamam bax bu zonanı görsünüz. İnsan hamamına keçirəm. Burada bax bu hamamda gördüyünüz əşyalar mənə deyilənə görə vannada qalmalıdır. Stil sistemi 2 minutkadır. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Onu da deyim ki, yəni torpağın öz sənədi 1,2 sot torpaqda yerləşir. Bir zal 3 otaqdır. Çox yaxınlıqdan deməli 20 nömrəli marşrut keçir. Bax indi isə mən sizə deməli otaqların ölçüsünü təxminən deyim, ola bilsin deməli videoda bir balaca böyük görsənir, kiçik görsənir yaxud böyük. Bax buranın ölçüsü hardasa minimum 5'in minimum 5'in 3'ədir. Yəni o cür böyükdür. Qarşıda gördüyünüz mətbəx mebeli evdə qalır. Çox yaxınlıqdan deməli 20 nömrəli marşrut işlər təxminən 3-4 dəqiqəlik yoldur. Ola bilsin hardasa 150-200 metr, bax bu maksimumdur. Yenidən mən sizə mətbəxini göstərirəm. Bax bu mətbəx mebeli evdə qalır. 2 qat kubiklə hörülüb. Bura isə otaqlardan biridir. Bax bura deməli mənə elə gəlir ki 5'in 5'ədir. Bir dəqiqə. Yox 5'in 4'ədir. Bax bu cür böyükdür otaqlar. İndi isə 3-cü otağa keçirəm. Bax belə bir deməli bir zal 3 otağın qiyməti 52.000 manatdır qiymətində səfsin bir balaca razılaşma olmalıdır. İndi isə bax polun möhkəm materialıdır. Yenidən qarşıda isə deməli bax belə bir mini deməli yer var. Badvalı var qarşıda. 2 tonluq su bak var. Bax bu cürdür. 1,2 sot torpaqda yerləşir. Dediyim kimi sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Qiyməti 52.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.